Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, bu günlərim sizinlə bərabər kükürt bölməsinin sonunda ətraflı yazılı cavab tələb olunan tapşırıqların birgə izahına baxacağıq. İlk sualımız belədir. H2S maddəsinin üzərinə X maddəsi gəlirik və S və Y maddəsi əmələ gəlir. Aydın məsələdir ki, biz bu reaksiyaları bilməliyik əzbərə. Burada bizim X maddəmiz olacaq SO2 qazı, Y maddəsi isə olacaq H2O maddəsi. İkinci reaksiyada S+ sulfatın qatısı yenə alınacaq burada SO2 qazı və alınacaq H2O maddəsi. İlk növbədə bizə deyir ki, X və Y-in formulunu yazın. X olur SO2, Y olur su maddəsi. Və deyir 16 qram kükürdün qatı sulfat ilə tam reaksiyasından neçə mol X maddəsi alındığını hesablayın. Uşaqlar, bunu əmsallaşdıranda sulfatın qarşısına bir 2 yazsaq, SO2-nin qarşısına bir 3 yazsaq və suyun qarşısına bir 2 yazsaq, əmsallarımız düşür qaydasına. Burada kükürdün ayrı verilir, 32-yə bərabərdir. Yəni, tənasübü belə quracağıq ki, 32 qram kükürd reaksiyaya girəndə 3 mol X maddəsi əmələ gəlirsə, 16 qram kükürdün reaksiyasından neçə mol X maddəsi əmələ gələcək? X də buradan bərabər olacaq 1,5 mola. Deməli, ikinci ifadəmizin doğru cavabı olacaq 1,5 mola bərabər. Uşaqlar, ikinci sualda S+xlor2 buradan alınır S2 xlor2 maddəsi və əmsallarımız qaydasındadır. S+flor qazı buradan alınır S-flor6 və burada bir 3 yazsaq bu reaksiyanda əmsalları düşür qaydasına. X və Y-in molekullarında olan atomların sayları cəmini bizdən istəyir. Yəni, bu maddənin bir molekulunda indeksləri cəmləyəndə 4 ədəd atom var. Bu maddənin bir molekulunda indeksləri cəmləyəndə 7 atom var. Və iki maddənin də hərəsindən bir molekul veriləndə bizdən atomların cəmini istəyirsə, cəm olacaq 11-ə bərabər. Deməli, ilk ifadəmizin cavabı 11-dir. İkinci ifadəmizdə isə bizə deyir ki, yarım mol Y, yəni S-flor6-nın alınması üçün lazım olan flor qazının həcmini normal şəraitdə litrlə hesablayın. Uşaqlar, burada 3 mol flor reaksiyaya daxil olur. Yəni, litrə çevirəndə 3 vurulsun 22,4 litr flor reaksiyaya daxil olanda cəmi 1 mol Y maddəsi alınır. Bəs görəsən neçə litr flor reaksiyaya daxil olmalıdır ki, yarım mol S-flor6 maddəsi, yəni Y maddəsi əmələ gəlsin? Buradan da X-inizi hesablayacaqsınız. Doğru cavabınız olacaq 33,6 litrə bərabər. Keçid alaq üçüncü suala. Üçüncü sualda uşaqlar baxın, natrium və misin sulfatla reaksiyası gedir və burada hər ikisində su maddəsi əmələ gəlir. Deməli, sulfat turşusu özündən su ayırıbsa, bu sulfatın qatı növüdür də, belə deyək. Natrium qatı sulfatla reaksiyaya girəndə qaz olaraq H2S qazını ayırır, yəni aktiv metallar H2S qazını ayırır. Mis isə pasiv metal olduğuna görə sulfatın qatısı ilə reaksiyaya daxil olanda SO2 qazını ayırır. İlk ifadəmiz belədir. X və Y-in formulunu yazın. X olur H2S, Y olur SO2 maddəsi. Sonra bizə deyir ki, X-in Y ilə reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Yazacağım H2S, üzərinə gəlinsin SO2 maddəsi. Bu reaksiya nəticəsində S və su maddəsi əmələ gəlir. Bura bir 2 yazsaq oksigenlər tamamlanır, 2 yazsaq hidrogenlər düzəlir. Burada bir 3 yazsaq kükürdlərin də sayları düzəlmiş olur. Bu da bizim olacaq ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, dördüncü sualda bizə deyir S+natrium OH alınır A, B və su maddəsi. Bizə deyir ki, bu reaksiyanı aparın, əmsallaşdırın, natrium OH-ın əmsalını müəyyən edin. Videonun vaxtı çox da uzun olmasın deyə durdurub mən sizə reaksiyanı yazdım, əmsallaşdırdım. Burada natrium OH-ın əmsalı 6-ya bərabərdir. Yəni, ilk ifadəmizin cavabı 6-dır. Daha sonra deyir ki, 1 mol A ilə 1 mol B-dən ibarət qarışıqda, yəni 2 dənə maddə əmələ gəlir də, burada su
xaricində. Bunların hansının A və yaxud da hansının B olduğu bizə çox da önəmli deyil. Çünki ikisinin qarışığında olan atomların mol sayının cəmini bizdən istəyir. Sadəcə bizə deyir ki, bu maddədən də 1 mol götürün, bu maddədən də 1 mol götürün. Və toplamda hərəsindən 1 mol götürdüyümüz qarışıqda atomların mol sayları cəmini hesablayın. Deməli, biz indekslərin cəminə baxacağıq. Natrium 2S maddəsinin 1 molunda 3 mol atom var. Natrium 2SO3 maddəsinin 1 molunda yenə indeksləri cəmləyirik 6 mol atom var. Deməli, hər iki maddəmdən 1 mol götürdükdə ümumi qarışığın içərisində 9 mol atom olacaq. Bu da bizim olacaq ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, 5-ci sualda dəmirin üstünə duru sulfat gəlir və burada deyir reaksiyadan alınan duz X duzdur. X-dir də, X maddəsi. Reaksiyanın reduksiya məhsulu isə Z maddəsidir. Biz bir şey bilməliyik ki, dəmir duru sulfatla reaksiyaya girəndə özünü ekvivalentdə aparır. Və buradan reaksiyanı yazmışam. Ferrum SO4, yəni dəmir 2 sulfatla hidrogen qazı əmələ gəlir. Reaksiyadan alınan duzu X deyə ifadə edir. Deməli, dəmir 2 sulfat bizim X maddəmiz olacaq. Reaksiyanın reduksiya məhsulu isə Z ilə ifadə olunur. Deməli, Z maddəmizdə olacaq hidrogen qazı. Gəldi ikinci reaksiyaya. Dəmir üstə gəl sulfatın qatısı. Dəmir sulfatın qatısı ilə reaksiyaya daxil olanda özünə aparır 3 valentdir. Yəni, buradan dəmir 3 sulfat maddəsi əmələ gəlir. SO2 qazı və su maddəsi əmələ gəlir. Deyir, reaksiyadan alınan duz Y ilə işarə olunur. Deməli, dəmir 3 sulfat bizim Y maddəmiz olacaq. Reaksiyanın reduksiya məhsulu isə T-dir. Yəni, qatı sulfatın da reduksiya məhsulu bu reaksiyada, yəni dəmirlə reaksiyaya daxil olanda reduksiya məhsulu olacaq SO2 maddəsi. Deməli, üzərlərində qeyd etdik ki, X, Y, Z, T hansı maddələrdir? Birinci növbədə bizə sual verir ki, Y-in formulunu müəyyən edin. Y dəmirin qatı sulfatla reaksiyasından alınan duzdur. Yəni, ferrum 2SO4 3 dəfə, dəmir 3 sulfat maddəsi olacaq. Daha sonra bizə deyir ki, X-in natrium OH-la reaksiya tənliyini yazın, əmsallaşdırın. X bu maddədir, uşaqlar, dəmir 2 sulfat maddəsidir. Götürəcəm X maddəsini, yəni dəmir 2 sulfatı. Bunun üzərinə natrium OH gəldiyimiz zaman yekun nəticədə alınacaq ferrum OH2 üzərinə gəlinsin natrium 2 SO4 duzu. Burada da əmsallaşdırmaq üçün natrium OH-ın qarşısına bir dənə 2 yazsaq artıq əmsallarımız düşür qaydasına. Gəldi üçüncü ifadəyə. Deyir 1 mol Z-in, Z burada hidrogen qazıdır uşaqlar. Yazıram burada hidrogen qazı, bu mənim Z maddəmdir. 1 mol Z-in T ilə reaksiyasından. T də uşaqlar SO2 qazıdır. Bunun da üzərində T deyə qeyd eləyək. Bunların qarşılıqlı təsirini ümumiyyətlə yazaq, əmsallaşdıraq. Buradan alınır kükürt və buradan alınır su maddəsi. Bura bir 2 yazsaq oksigenlər tamamlanır. Burada bir 2 yazsaq hidrogenlər tamamlanır. Kükürtlər də qaydasındadır. Sual belədir ki, 1 mol Z-in T ilə reaksiyasından alınan bəsit maddənin mol sayını müəyyən edin. Z burada nə qədər reaksiyaya daxil olur? 2 mol. Bu zaman nə qədər bəsit maddə əmələ gəlir? Cəmi 1 mol bəsit maddə əmələ gəlir. Bəs sualın bizə dediyi 1 mol Z reaksiyaya daxil olanda nə qədər bəsit maddə əmələ gələcək? X. X də buradan bərabər olacaq. 0,5 mola bərabər. Deməli, uşaqlar, 6-cı sualda məsələ belədir ki, 4 mol H2S yandırıldıqda onun bir hissəsi tam, digər hissəsi isə natamam yanmışdır. Yəni, bizim başlanğıcda 4 mol H2S maddəmiz var, amma ayrı-ayrılıqda biz bilmirik ki, bunun neçə molu tam yanır, neçə molu natamam yanır. Bizə deyir, yanma reaksiyalarına cəmi 5 mol oksigen qazı sərf olunduğunu bilərək, hər iki reaksiyadan alınan mürəkkəb maddələrin ümumi mol sayını və alınan bəsit maddənin mol sayını hesablayın. Uşaqlar, baxın, burada hər iki reaksiyanı sizin üçün qeyd etmişəm. H2S yananda SO2 ilə su alınırsa, bu tam yanma reaksiyasıdır. S-lə su alınırsa, bu natamam yanma reaksiyasıdır. Ümumiyyətlə, mən bilmirəm ki, ayrı-ayrılıqda tam yanan H2S nə qədərdir, natamam yanan H2S nə qədərdir. O zaman bunları X və Y deyə mən ifadə edəcəm. Sadəcə məndən sizə məsləhət, hər zaman əmsalın yanına X və ya Y yazın. Məsələn,
Belə yaza bilərsiniz. Burada 2x mol H2S yanır. O zaman ona 3x mol oksigen sərf olunur. O zaman 2x qədər SO2 və 2x qədər su əmələ gəlir. Həmçinin aşağıda deyəcəksiniz ki, 2y qədər H2S natamam yanır. Bunun yanmasına y qədər oksigen sərf olunur. 2y qədər S maddəsi əmələ gəlir və 2y qədər su maddəsi əmələ gəlir. Yəni, öncədən belə yazsanız, sonra hesablamağınız sizin üçün də rahat olacaq. Deməli, 2x mol H2S burada tam yanır. 2y qədər mol H2S natamam yanır. Və cəm yanan H2S-in mol miqdarı 4-ə bərabərdir. O zaman yazacaqsınız ki, 2x üstə gələk 2y bərabərdir 4-ə. Burada 3x qədər oksigen sərf olunur. Yəni, bunlar təbii ki, mol miqdarlarıdır. Burada y mol qədər oksigen sərf olunur. 3x-in də üstünə y gəlirəm. Toplam sərf olunan oksigenin mol miqdarı 5-ə bərabərdir. Sualın şərtində bizə qeyd olunur. Bu çox sadə bir sistem tənlikdir. Siz bunu uşaqlar özünüz hesablayacaqsınız. Sonda alacaqsınız ki, x bərabər olacaq 1/5-ə, y bərabər olacaq 0/5-ə. Yəni, bu kəmiyyətləri, bu məchulları biz özümüz tapdıq. İndi bizə deyir ki, hər iki reaksiyadan alınan mürəkkəb maddələrin ümumi mol sayını tapın. Uşaqlar, mürəkkəb maddə nə qədər əmələ gəlir? 2x qədər burada SO2 əmələ gəlir. 2x qədər burada su əmələ gəlir. Cəmləyəndə 4x qədər yuxarıdakı reaksiyamda mürəkkəb maddə əmələ gəlir. 2y qədər də aşağıdakı reaksiyada su əmələ gəlir. Deməli, bunları cəmləyirəm. X ilə y-in yerinə öz qiymətlərini qoyuram. 4 vurulsun 1/5, üzərinə gəlinsin 2 vurulsun 0/5. Doğru cavabımız olacaq 7 mola bərabər. Deməli, uşaqlar, mürəkkəb maddənin əmələ gələn mol miqdarı hər iki reaksiyada bir yerdə olur 7 mola bərabər. Bəsit isə yalnız və yalnız kükürt maddəsi əmələ gəlibdir. Bunun da miqdarı 2y-ə bərabərdir. Y-in də yerinə 0/5-i qoyanda 2 vurulsun 0/5 doğru cavabımız olacaq 1 mola bərabər. Deməli, uşaqlar, 7-ci sual oleum sualıdır. Maraqlı da bir sualdır. Bərabər baxaq, həll eləməyə çalışaq bunu. Bizə deyir ki, sizə 169 qram oleum maddəsi vermişik. Oleum da bu maddədir. Sulfat turşusu ilə SO3-ün birgə qarışımıdır da, belə deyək. Deyir, bunun su ilə reaksiyasından 196 qram sulfat turşusu alınmışdır. Yəni, bu oleumun üzərinə mən nə qədərsə su əlavə etmişəm. Yekunda yalnızca və yalnızca sulfat turşusu əmələ gəlibdir və bunun da miqdarı 196 qrama bərabərdir. 169 bunun çəkisidir, 196 isə sulfatın çəkisidir. Aradakı kütlə fərqi, yəni 196-dan 169-a çıxanda aradakı kütlə fərqi 27 qrama bərabərdir. Yəni, biz artıq anlamış oluruq ki, oleumun üzərinə 27 qram su əlavə olunubdur. Və burada bizə deyir ki, uşaqlar, N-in qiymətini hesablayın. Burada da aydın məsələdir ki, sulfat turşusunun su ilə bir reaksiyası yoxdur. SO3 ilə su arasında reaksiya gedibdir. Yəni, mən birinci növbədə hesablayacağım ki, neçə qram SO3 27 qram su ilə reaksiyaya giribdir. Reaksiyanı yazaq. SO3 üzərinə gəlinsin su maddəsi. Burada alınır H2SO4 maddəsi və uşaqlar, əmsala ehtiyac yoxdur. Bu arada, burada sizə ayrilər verilibdir. Ayrlərdən istifadə edərək emerləri hesablaya bilərsiniz. Məsələn, burada SO3 maddəsinin emeri 80-ə bərabərdir. 80 qram SO3 18 qram su ilə reaksiyaya daxil olursa, görəsən nə qədər SO3 27 qram su ilə reaksiyaya daxil olubdur? Biz birinci növbədə 27 qram su ilə reaksiyaya daxil olan SO3-ün kütləsini hesablayacağıq. X də bərabər olacaq 120 qrama bərabər. Deməli, uşaqlar, baxın, buradan yazıram. Oleumun formulu bizə belə verilibdir. H2SO4 vurulsun M mol SO3. Burada ümumi kütlə nəyə bərabərdir? 169 qrama bərabərdir. Və mən də hesabladım ki, bu 169 qramın içərisində 120 qram SO3 maddəsi olubdur. Çünki 27 qram su ilə reaksiyaya daxil olan SO3 maddəsidir. Onun da kütləsini hesabladım ki, 120 qrama bərabərdir.
169-dan 120-ni çıxanda, deməli qabımızın içərisində bu kütlənin 49 qramı da sulfat turşusundan ibarət olubdur. İndi mən burada olan rəqəmləri mola çevirəcəm. Deməli 49-u bölərəm 98-ə, 98 sulfat turşusunun emeridir. Bu edəcək yarım mol. Deməli qabımızın içərisində yarım mol sulfat olubdur. Həmçinin 120-ni böləcəm 80-ə SO3-ün emerinə. Bunu da mola çevirəcəm. Deməli qabımda 1,5 mol SO3 maddəsi olubdur. Sanki belə deyək də, bizim qabımızda olan oleyumun içərisində sulfatla SO3-ün müəyyən mol miqdarları 0,5-in 1,5-in nisbəti şəklindədir. İlk növbədə bizə deyir ki, N-in qiymətini tapın. Məndən sizə məsləhət, bunu hər zaman belə yadda saxlayın. N-in qiymətini tapanda sulfatı 1 mola gətirəcəyik. Çünki burada görürsünüz, 1 mol sulfat M mol SO3 ilə birləşibdir. O zaman tənasübü belə quracağıq. Əgər 0,5 mol sulfat 1,5 mol SO3 ilə birləşirsə, 1 mol sulfat nə qədər SO3 ilə birləşəcək? X. X-imiz buradan bərabər olacaq 3-ə. Yəni sulfatı 1 mol götürəndə onun payına 3 mol SO3 maddəsi düşür. SO3-ün də əmsalı N ilə işarə olunduğuna görə biz artıq N-in qiymətini tapdıq ki, N-in qiyməti olacaq 3-ə bərabər. Uşaqlar, keçək ikinci ifadəmizin doğru cavabını tapmağa. Bizə deyir ki, verilmiş 169 qram oleyumu 50% sulfat məhluluna çevirmək üçün bizə neçə qram su lazım olduğunu hesablayın. Birinci növbədə 169 qram bizə verilmiş oleyumu tamamilə sulfata çevirmək üçün yuxarıda da biz hesabladıq ki, bizə 27 qram su lazımdır. Yəni bu ilk başda əlavə olunan suyun miqdarıdır. Bu qalsın kənarda bizi gözləsin. Yəni yekun nəticədə bizim qabımızda hazırda bu 27 qram su istifadə edildikdən sonra 196 qram sadəcə sulfat turşusu var. Və bizə deyir ki, bu sulfatı 50%li məhlula çevirmək üçün nə qədər su lazımdır? Ümumiyyətlə, məhlul məsələlərindən də bilirsiniz. Bir məhlulun 50%li olması üçün onun içərisindəki maddə ilə suyun miqdarı bir-birinə bərabər olmalıdır. Yəni, mənim qabımda əgər 196 qram sulfat turşusu varsa, bunu 50%li məhlula çevirmək üçün mənə mütləq 196 qram su lazımdır. Bu mütləqdir. Əgər, belə deyim, 50% olmasaydı, başqa bir faiz olsaydı, o zaman necə hesablayacaqdınız? Onun da yolunu sizə göstərim, çətinlik çəkməyin. Məsələn, deyəcəydiniz ki, 196 qram sulfat turşusu, misal üçün də tənasüblə belə çıxarda bilərsiniz. 196 qram sulfat turşusu 50%dirsə, bəs mən nə qədər su götürməliyəm ki, bu da 50%-ə bərabər olsun? X bərabərdir yenə 196. Tənasüb yolunu da göstərirəm ki, birdən 50% olmaz. Məsələdə başqa bir rəqəm istifadə olunar. Yəni, sizin üçün rahat olsun. Yəni, uşaqlar, bu 196 qramlıq sulfat turşusunu 50%li məhlula çevirmək üçün bizə 196 qram su mütləq şəkildə lazımdır. 27 qram suyu da bax burada istifadə etdik. Deməli, cəm bizə lazım olan suyun miqdarı 196 plus 27, bu da bərabərdir 223 qrama bərabər olacaq. Uşaqlar, 8-ci sual bizə deyir ki, 200 qram SO3-ün 9 qram su ilə qarışdırılmasından oleyum alınmışdır. Yəni, mən birinci növbədə hesablamalıyam ki, 9 qram su ilə reaksiyaya daxil olan SO3-ün miqdarı nəyə bərabərdir? Yazıram burada SO3 maddəsi, üzərinə gəlirəm su maddəsini və burada alacağıq biz H2SO4-ü. Və uşaqlar, burada əmsala falan ehtiyac yoxdur. Əmsallarımız qaydasındadır. Yenə də deyirəm, burada ayirlər verilibdir. Sizə ayirlərdən istifadə edərək özünüz emerləri hesablaya bilərsiniz. 80 qram SO3 ilə 18 qram su reaksiyaya daxil olur. Bəs görəsən nə qədər SO3 reaksiyaya daxil olub ki, onunla 9 qram su reaksiyaya daxil olub? X bərabər olacaq buradan 40 qrama. Bu bizim yadımızda qalsın, kənarda qalsın. Yəni, burada, belə deyək, uşaqlar, 40 qram SO3 reaksiyaya daxil olub. Hətta burada alınan sulfatın da biz mol miqdarını hesablayaq. 18 qram su reaksiyaya daxil olanda 1 mol sulfat turşusu əmələ gəlir. Bəs 9 qram su reaksiyaya daxil olanda nə qədər sulfat əmələ gələcək X? X bərabərdir 0,5-ə. Birazdan bunu da istifadə edəcəyik. Yəni, bizim qabımızda 0,5 mol sulfat turşusu əmələ gəldi. SO3-ün də 40 qramı artıq sərf olundu.
Başlanğıcda bizim 200 qram SO3 maddəmiz var idi. Bunun 40 qramı sərf olunduqda qabımızda 160 qram SO3 maddəsi qalır. Gəlin bunu da mola çevirək. 160-ı bölərik 80-ə, yəni SO3-ün emirinə. Doğru cavabımız olacaq 2 mola bərabər. Yəni yekunda bu alınan oleum var, uşaqları H2SO4 vurulsun x mol SO3. Bu dəqiqə mənim qabımda yarım mol sulfat turşusu var və 2 mol da SO3 maddəsi var. Yəni bu dəqiqəki oleumun tərkibi bundan ibarətdir. Bizə ilk növbədə deyir ki, x-i hesabla. Bayaqlarımda dedim yuxarıdakı sualda. X-i hesablamaq üçün burada görürsünüz sulfat turşusu 1 mol istifadə olunubdur. Yəni 1-ə əsasən tənasüb quracağıq. Əgər 0,5 sulfata 2 mol SO3 birləşirsə, 1 mol sulfata nə qədər SO3 birləşəcək x? X bərabərdir 4-ə. Yəni x-in ifadəsinin doğru cavabı 4-ə bərabərdir. Bunu artıq tapdıq. Daha sonra bizə deyir ki, alınmış oleum deyəndə uşaqlar, hazırda qabımızda olan rəqəmlər 0,5 və 2-dən ibarətdir. Yəni bununla işləməyə davam eləyəcəyik. Alınmış oleumu tamamilə sulfata çevirmək üçün lazım olan suyun kütləsini tapın. Təbii ki, bu oleumun üzərinə biz su gəldikdə SO3 ilə su arasında reaksiya gedir. Yenə bu reaksiyanı sizin üçün qeyd edirəm. SO3-ün üzərinə su gəldiyimiz zaman alınır H2, SO4 maddəsi və burada əmsala ehtiyac yoxdur. Əgər 1 mol SO3-ə 18 qram su sərf olunursa, qabımızda da dedik ki, 2 mol SO3 var. Buna nə qədər su sərf olunacaq x? X bərabər olacaq 36 qrama. Bu da bizim olacaq ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, 9-cu sualda bizə 2 dənə reaksiya verir və özləri hazır reaksiyanı əmsallaşdırıblar. Birinci və ikinci reaksiyalarda cəmi 5 mol SO2 sərf olunduğunu, alınan duzların tərkibində isə cəmi 9 mol natrium olduğunu bilərək, ikinci reaksiyada sərf olunan natrium OH-ın kütləsini və alınan duzların mol miqdarlarının nisbətini hesablayın. Yəni mənim 2 reaksiyada cəmi birlikdə 5 mol SO2 maddəm sərf olunub. Burada deyəcəm x mol SO2 sərf olunur, onunla bərabər x mol natrium OH sərf olunur və x mol duz əmələ gəlir. Aşağıda y mol SO2 sərf olunur, onunla bərabər 2y mol natrium OH sərf olunur, y mol duz və y mol su əmələ gəlir. Bizə deyir ki, reaksiyaya daxil olan SO2-lərin mol miqdarı 5-ə bərabərdir. Yazacağım x üstə gələk y bərabərdir 5-ə və alınan duzların tərkibində natriumların mol miqdarı 9-a bərabərdir. Burada x mol duz əmələ gəlir, natriumun indeksi 1-ə bərabərdir. Yəni x mol natrium yuxarıdakı reaksiyada əmələ gəlir. Y mol burada duz əmələ gəlir, natriumun indeksi 2-yə bərabərdir. 2y mol natrium da aşağıdakı duzun tərkibində yaranır. Və cəmi natriumların mol miqdarı 9-a bərabərdir. Yenə də deyirəm, çox sadə bir sistem tənlikdir. Bunu özünüz hesablayacaqsınız. Alacaqsınız ki, y bərabərdir 4-ə, x bərabərdir 1-ə. Bunları tapdıqdan sonra bizə deyir ki, ikinci reaksiyada sərf olunan natrium OH-ın kütləsini hesablayın. Uşaqlar, ikinci reaksiyada 2y mol natrium OH sərf olunur. Y-in də qiymətini biz 4 tapmışıq. Yəni 2y-də aparıb y-in yerinə 4 qoyanda 2 vurulsun 4, yəni 8 mol aşağıdakı reaksiyada natrium OH sərf olunur. Natrium OH-ın da burada semirini verir 40-a bərabərdir. O zaman 1 molumuz 40 qramdsa 8 molu da 40-a vuranda olacaq 320 qrama bərabər. Deməli, ikinci reaksiyada 320 qram natrium OH maddəsi alınır və alınan duzların mol nisbətini deyir hesablayın. Birinci, natrium hidrosulfitin mol miqdarı x-dir. Yəni burada görürsünüz, natrium hidrosulfitin mol miqdarını natrium sulfitin mol miqdarına bölür. Burada mol miqdarımız x-ə bərabərdir. Aşağıdakı duzun alınmış mol miqdarı y-ə bərabərdir. Yəni bizdən istədiyi x bölünsün y nisbətidir. X-i də y-ə böldüyümüz zaman x-in qiymətini 1, y-in qiymətini 4 almışıq. Böldüyümüz zaman doğru cavabımız olacaq 0,25 mola bərabər. Deməli uşaqlar,
10-cu sual bizə belə verilir ki, 127 qram kalium 2 S2O7-nin tam parçalanmasından alınan Y-in su ilə reaksiyasından neçə qram Z alındığını hesablayın. Bu arada ayrılardan istifadə edib mən burada 2 dənə duzun emerini hesablamışam. Yəni birazdan məsələlərin içərisində biz bundan istifadə edəcəyik. Birinci növbədə reaksiyanı yazıram uşaqlar. Kalium 2 S2O7 maddəsi. Bu parçalanır kalium 2 SO4-ə və parçalanır SO3 maddəsinə. Burada da baxın, bunun birini X ilə birini Y ilə ifadə ediblər. Bizə deyir ki, bu maddənin tam parçalanmasından alınan Y-in su ilə reaksiyasından, deməli Y su ilə reaksiyaya daxil olursa, Y SO3 maddəsidir. Y budur. Deməli X də olacaq kalium sulfat maddəsi. Gəlin biz birinci növbədə hesablayaq ki, nə qədər Y alınır. Uşaqlar, bu maddənin emeri 254-ə bərabərdir. 254 qram parçalananda 1 mol SO3 alınırsa, 127 qramın parçalanmasından neçə mol SO3 alınacaq X? X bərabər olacaq 0,5 mola. Yəni bu dəqiqə bizim qabımızın içərisində 0,5 mol SO3 maddəsi var. Deyir, bunun su ilə reaksiyasından neçə qram Z alındığını hesablayın. Deməli, uşaqlar, SO3-ün üzərinə biz su gəldiyimiz zaman alacağıq H2SO4 maddəsini və burada əmsala ehtiyac yoxdur. Deməli, Y-imiz SO3 idi, Z-imiz də olacaq sulfat turşusu maddəsi. Burada kənarından qeyd edirəm. Demək, uşaqlar, 1 mol SO3-ün su ilə reaksiyasından 98 qram sulfat turşusu əmələ gəlir. Yəni, sulfatın da emerini özünüz hesablaya bilərsiniz. Yuxarıda sizə ayrılar verilibdir. 0,5 mol SO3-ün su ilə reaksiyasından neçə qram sulfat alınacaq X? X bərabərdir 49 qrama. Yəni, ilk ifadəmizin doğru cavabı olacaq 49-a bərabər. Daha sonra isə bizə deyir ki, alınan Z-in neçə qram X maddəsi ilə reaksiyaya daxil olduğunu hesablayın. Reaksiyanı buradan yazıram. Kalium 2 SO4, yəni bu mənim oldu X maddəm. Bunun üzərinə Z-i, yəni sulfat turşusunu gəldiyimiz zaman aydın məsələdir ki, buradan turş duzu alınacaq. Olacaq kalium hidrosulfat maddəsi. Burada bir 2 yazsaq artıq əmsallarımız tamamlanır. Maddənin emeri 174-ə bərabərdir. 174 qram ilə 98 qram sulfat turşusu reaksiyaya daxil olursa, görəsən mənim kalium sulfatım neçə qram götürülməlidir ki, onunla 49 qram sulfat turşusu reaksiyaya daxil olsun? Çünki biz aşağıda burada sulfatı 49 qram əldə etmişik. Buradan da hesablayacaqsınız ki, X bərabər olacaq 87 qrama. Bu da bizim olur ikinci ifadəmizin düzgün cavabı. Uşaqlar, sualların sonuna gəldik. Ümid edirəm ki, sizlərə hər bir şey aydın oldu. Sağ olun, görüşərik.